Вот перед вами первое доказательство того, что мы все живем в матрице. Посмотрите внимательно. Свеча отбрасывает тень. Но где же тень от огня? Qardaşa bir nəfər başa salsın ki, məktəbdə fizika dərslərində iştirak eləmək lazımdır. Ümumiyyətlə, fizikanı bilməyən insan üçün bütün dünyada baş verən proseslər möcüzə kimi görsənir. İndi isə gəlin sizə izah edeyim nəyə görə şamın özünün kölgəsi divarda var, amma alovun kölgəsi yoxdur. Kölgə anlamı məhz işıq fotonlarının hansısa bir cismin içindən keçmədiyi zaman onun arxasında yaratdığı bir şeydir. İşıq fotonları alovun içindən keçdiyi üçün kölgə yaratmır. Yəni burada matrisdən söhbət gedə bilməz. Gəlin görək qardaş başqa nə deyir? Полотенце и мое отражение. Я закрываю свое отражение полотенцем. Но оно, это отражение, все равно есть в зеркале. Как? Если я... Yenə fizika dərsində oturmamağın problemləri. Gəlin bunu da izah edeyim. Burada dəsmal sadəcə olaraq kameranın birbaşa olaraq baxış bucağını bağlayır. Amma yan tərəfdən işıq dalğaları birbaşa olaraq əks olunur və kameraya daxil olunur. Və bunun sayəsində dəsmalı istəyirsən qabaqdan qoy, arxadan qoy, kamera istər-istəməz güzgüdə sənin əksini görəcək. Bu optikanın birbaşa olaraq prinsipidir. Qayıtma bucağı düşmə bucağına hər zaman bərabərdir. Yəni alfa bərabərdir beta. Bu sadə fizikadır. Fizika hər zaman olduğu kimi hər şeyi izah edir. Matris deyilən bir şey yoxdur. Fizikanı bilməyən insanlar var.